Bax, birinci sual. Buyurun. Ekrandan. Ekran görsənir sizdə. Bəli, Ha. görsəndə. Hesab məntiq işləri. Hesab məntiq işlərini hansı qurğu Prosesor yönetirdi? Bəli, prosesor. Həm hesab məntiq işlərini, həm də idarəetmə qurğusuydu. idarə etmə. Bəli. Aha, ikinci sual. Sistem blokunun tərkib hissələri hansılardır? Sistem blokunun tərkib hissələri Bu qutunun içində bir dəqiqə, nələr var? bir dəqiqə. Qutunun içərisində var anaplata, düzdür? Aha. E, Anaplata, prosesor, Yox, bax, belə bir şey deyək də. Bilirik ki, o qutunun içində xarici yaddaş qurğuları olmur. Daha sonra xarici qurğular olmur. Məsəl üçün, xarici yaddaş qurğusu deyəndə disklər nəzərdə tutulur. CD disk deyə bir şey var idi orada. Yox. hayır, burada A yoxdur. variantı getdi, B variantı getdi. Plotter deyirəm. Plotter çap qurğusudur. Çap qurğusunun sistem blokun içərisində nə işi var? Bu da getdi. Ayrıca baxın, qulaqcıq. Qulaqcığın nə işi var? Onun içərisində, sistem blokun içərisində. Dedim, xarici yaddaş qurğuları olmur. İçində D olanlar olmur. C variantı getdi. Geriyə nə qalır? D variantı. Bəli, bu Prosesor. sistem blokun içərisində. Çünki ana platanın üzərində yerləşir. Ana plata da sistem blokun içərisində də bunun içində sayılır. Üçü deyin. Əməli yaddaşda məlumatlar birbaşa nə əməli yaddaşda məlumatlar birbaşa nə üçün açıqdır? Əməl e, Hı. daimi yaddaşda da bu düzdür? Əməli yaddaş daimi deyil. Əməli RAM-dır, daimi RAM. RAM-dır, tamam, Hı. ROM-dur, düzdür. Əməli yaddaşda məlumatlar birbaşa nə Ha, üçün belə bir şey açıqdır? demişdim sizə keçən dəfə. Dedim ki, bu qələmlə yazdım ki, sonra silə bilim. Dedim, CPU-dan, mikroprosesordan RAM-a məlumat ötürülür. Sürət Bəli, çatmayınca bizə nə lazım olur? keş. Keş lazım olur, düzdürmü? Keş gəlir CPU-nu sürətləndirir ki, buradan bura məlumat getsin. Deməli, RAM-la Bəli, birbaşa əlaqədə olan məlumat ötürən qurğu nədir? CPU. çubu, Aha. Burada da nə olacaq variant? Mikroprosesor. mikroprosesor. Hı. Çubu. Aydın oldu, nəyə görə bu oldu? Qaranlıq bir şey qalmadı ki. Xeyr. Evet. Dördüncü sualdayım. Funksional baxımdan yaddaş neçə yerə bölünür? Ümumiyyətlə yaddaş, funksional deyəndə yaddaş neçə yerə bölünür? Xarici daxili yaddaşda bu Aha, olacaq. bəli. A variantı. Başqa nə var əsasən? Yox, o əsas əməli, əsas daxili yaddaş deməkdir. Əməlli daxilinin bir növüdür. Bu artıq sizə növlərini verir. Siz amma Hmm. ümumi deyirik ki, yaddaş neçə yerə bölünür? Daxili və xarici yaddaş. Beşi deyin. Kompüter qurğularının tam Və topusu sizə demir hansıdır? ha, mərkəzi hissə ya da periferi hissə. Deyir mərkəzi periferi bütöv bax. Toplu olsun. Kompüter qurğularının tam topusu hansıdır? Tam toplumu istəyirsinizsə. Bir də A variantı elə. Bəli, Düz çünki niyə deyilmi? A variantında bax, sistem blok, monitor, klaviatura bunlar mərkəzi hissədir. Mərkəzi hissəni verib, bir də yanında periferiyanı verib, tam toplu verib sizə. Altını deyin. Monitorun buraxılış qabiliyyəti və təsvir keyfiyyəti dəqiq təsvir keyfiyyəti deyəcəm. Əməli yaddaşın həcmi daimi video yaddaşın tutumundan. Bəli. Monitorda video görüb, buradan da yadda saxlaya bilərsiniz. Bəli, Video yaddaşın tutumu nə qədər çox olarsa, o qədər keyfiyyət yaxşı olar. bəli. 7. Hansılar doğru? Plotter çıxış qurğusudur. Bu doğrudur da, plotter çıxış qurğusudur. Bəli. Mouse, Bloker mouse, çap etmək üçün istifadə olunan bir qrupda bəli. çıxış. Bu düzdür. Mouse giriş, daxili qurğu. Bəli, klaviaturanın üzərindədir. Klaviatura giriş üçün istifadə olunursa, bu da giriş üçün istifadə olunur. Bəli. TB yaddaş tutumu ölçü vahididir. Bəli, bu terabaytdır. Bit, bayt, megabayt. Bunlar ümumi terabayt. Bunlar ölçü vahididir. Bu da düzdür. Bəli. Yaddaş tutumunu ölçür. BH yaddaş tutumu ölçü vahididir. Hılsı Buna keçən dəfə dedim nədir? Hılsı dedim sürətin, tak tezliyinin vahididir. Yaddaş tutumunu yox. Tak tezliyinin vahididir, hertzdir. Megahertz, gigahertz də verə bilər. megahertz onu deyəcəkdim. Hı Bu -hı. prosesor sürətinin ölçü vahididir. Xeyr, incə dedim sürətin ölçü vahidi nə idi? Hansı? O da megabayt. Bir, e, birinə nə oldu? 3. 3, bəli. Hı -hı. Sonra 8-ə baxaq. kompüter istifadə oluna bilər. Əməli yaddaşsız, keş yaddaşsız, printersiz.
video kartsız amma istifadə oluna bilər. Yəni çox da vacib olmayan qurğu nədir? Kompüterdir. Onsuz da istifadə oluna bilir. Printersiz şey. Aha, bəli. Burada bax çox nəfər ROM-u görüb deyir bu daimi yaddaşı. Bu CD-ROM-dur. Bu diskin adıdır. Şey dedi. CD. Artıq qarşısında CD varsa bu diskin adıdır. Bəli, disksiz və printersiz istifadə edə bilərik. Bəli. 9-u deyil. Skaner qurğusu nə üçündür? Material sürətiniz kompüterdə sürəti. Bəli də sürəti əldə edirsən də. Bəli, ümumiyyətlə kağız üzərində olan materialı baxın, qrafik formatda əldə edir. Kağız üzərində olan analoqdur artıq. Bunu qrafik Bəli. formata keçirir, yəni kompüterə daxil edir. A Hı variant. -hı. 10-cu suala baxın. Anaplata üzərində nə yerləşir? Anaplata üzərində Keçən dəfə nə dedim? Dedim ana plata üzərinə ən açar sözünüz budur ki, xarici heç bir qurğu, xarici yaddaş yerləşə bilməz. e, ə, Bu variantdan çox bu sözümlə xarici yaddaş yerləşə bilməz bəli, sözü. Neçə vaxt şeyini, silə bilərsiniz? bəli, şeyini silirik. Aha, xarici yaddaş yerləşə bilməz. S getdi. İçində D olanların hamısı diskdir. Disklər xaricidir. Hansılar gedir? Xarici, bunlar da getdi. Onda B Y də gedir. B getdi. gedir. A qaldı. Streamer nə idi? Maqnit Streamer, lent. ya, regis yox, streamer Maqnit lent. maqnitlə virus Aha. düşməyəcək də desən Aha. eləmi? Bu da xarici. Maqnit lent də xarici yaddaş qurğusudur. Kasetlərin içində olan lentdir. Plotter çap etmə qurğusudur. Çap etmənin ana platanın içində nə işi var? Geriyə qalır hansı variant? A variant. Periferiya qurğuları hansılardır? Əlavə qurğularda, Bəli, yəni bəli, vacib olmayan qurğular. bir dəqiqə baxım. Monitor lazımdır bir dəqiqə. Aha. Hansı variant silim? Siz deyin, mən silim. Monitor Y variantını silək. Aha. Printer, plotter, D variantı. Aha, bəli. Düzdür. 12. Periferik qurğular hansı funksiyanı yerinə yetirir? Bax, periferik Periferik qurğu qurğular nədir? Printer, plotter, skanner. Bunlardan nə bəli, üçün istifadə edirik? çap da, yəni belə deyim də, printer Məsələn, skannerlə daxil edir. Giriş qurğusu. daxil edir, bəli. Biri Giriş da- çıxış da, Aha, giriş biri çıxış. daxil edir, biri xaric edir. Yəni ümumiyyətlə Bəli, bir qurğudur. Giriş-çıxış qurğusudur. bəli, bəli. Aşağıdakılar hansı BIOS'a BIOS BIOS giriş çıxış idi də. Bəli, giriş-çıxış baza sistemi. Eyni sualı bax, eyni formasını şeydə işləmişdik. Time-da işləmişdik. Bəli, bir dəqiqə BIOS aid deyil. Daimi yaddaş qurğusunda yerləşir. Bəli. Daimidə hətta ROM-da yerləşir də Aha, heç düzdür. bir insan kompüter alanda gedib BIOS-u yükləmir ki, o zavodda, fabrikdə beynində gəlir. Bəli, aid deyil. A Tətbiqi variantı proqram. düzdür. Tətbiq bu da düzdür, B də düzdür, C də düzdür. Odur. Onda yəqin Y-dir, Y. Yox, bax bir dənə bura. Niyə? Burada Əslində nə mən demişdik? BIOS ilə daha rahat bilirəm. Bax, BIOS-a nə demişdik burada? Dedim daimi yaddaşda yerləşir, bu düzdür. Bəli, Giriş-çıxış baza sistemdə D variantı açılışını verib. Bu da ilkin yüklənmə təminidir. Bəli, yoxlayır, sonra yükləyir. Dedim tətbiqi proqramları işə salmır BIOS. Niyə? Tətbiqi proqram deyəndə istifadəçiyə lazım olan ofis proqramları tərz şeyləri hə, nəzərdə tutur. çatmır. Biz sırf demirik ki, ofis proqramları, deyirik ümumi proqramları yoxlayır. Ona görə tətbiqi ola bilməz. Buna görə də burada hansı variant olur? Tətbiqi B-nə. Bəli, bunu olmaz. 14-ü deyin. İcra zamanı. İcra sən yerinə yetirən zaman bu harda yazılır? Hansı yer? RAM-da. Bəli. 15 Hansı deyin. printerlərdə təsvirlər iynələrlə formalaşır? Hı -hı. Hansı tip printerlərdə təsvirlər iynələrlə formalaşır? Bilmirəm. Buna məlumatım heç yox. Printerləri yazmamısınızsa əgər yazın, çünki uzun-uzadı verilir həmişə şeylərdə. Bir dənə 4 cümləlik, 5 cümləlik yazmamısınızsa yazın. Yox, bəli. Printer, Ümumiyyətlə printerin baxın növləri var. Zərfli printerlər, zərfsiz printerlər. aha, Zərfli, zərfsiz. Literli, matrisli. Bunlar zərflidir. zərfli, zərfsiz. Aha, zərfli, zərfsiz. Aha, Yəni printerlər iki yerə bölünür. Zərfli printerlər, zərfsiz printerlər. aha, Literli, matrisli, zərflidir.
Literli, matrisli. Matrisli, zərblidir. Aha. Geri Zərblidir. bax. Literli, matrisli, zərfli, termiki, lazerli, şırnaqlı. Bunlar zərfsizdir. Termiki, Lazerli, lazerli. Aha. şırnaq. Bir də şırnaqlı. Şirin. Baxın, cəmi cümlətən 5 dənə printer adı çəkdik. Liter, matris, şırnaqlı, termiki, lazer. Dedik burada literli ilə matrisli Zərbli, zərflidir, şırnaqlı, termikli, lazer isə zərfsizdir. İndi bu 5 dənə zərbsiz. printerin açar sözü var. Yəni necə işləməsinə aid olan şey var. Məsələn, baxın, literli. Bir dənə literinin qarşısına yazın çəkic. Çək. Çəkic vasitəsilə çəkic zərbə yetirir çarxa, həmin çarx fırlanır, bu formada işləyir. Siz bir kəlmə yazın çəkic, variantlarda sırazı tutasınız. Aha. Literli Evet. çəkic, matrisli iynə, Hmm. Hmm. şırnaqlı mürəkkəb püskürtmə, şırnaqlı mürəkkəb püskürtmə, Hı hı. termiki qızdıraraq, Hı hı. lazer printerləri isə toner tozu, quru toz. Hı Toner hı. quru toz deməkdir. Toz qarışığına toner deyirlər. İşte bu qədər. İndi burada bizdən nəyi soruşur? Təsviri iynələrlə İynə formalaşır. hansı idi? Matrislə. Cavab Ha, olacaq hansı variant? Y Dediyinə variantı. görə E variantı. Aha, 16-ya baxın. Displeyin Qrafik qrafiqində rejimdə. ekrana Display deyəndə displey, gözünüzün qabağına nə gəlir? displey, displey deyəndə gözümün qabağına Yəni display deyəndə ağlınıza hansı qurğu gəlir? Yəni, məncə informatika bilməsək də display deyən kimi daha çox belə şey ekran gələr də adamın gözünün qabağına, monitor gələr, ekran gələr, belə şey sensor ekran filan gələr. Məndə o gəlir. Sizdə nə gəlir? heç nə Display gəlmir. ya da ümumiyyətlə display sözünü həmişə harda eşidirik? Ekranlarda eşidirik də, LED plazmalarda falan display sözünü eşidirik də. Ekran deməkdir də display. Ekranın hansı vahid var? Vahidlərdən, cavablardan hansı olar? A, Displaydə, ekranda bit deyə bir şey eşitmir ya. Ekranın nələri olur? piksel, miksel o, Hə, Y. piksel miksel. Piksel, miksel. E variantı. Display, Hə, ümumiyyətlə ekran, qrafik rejimdə ekran deməkdir. Onda ümumiyyətlə gözünüzün qabağına həmişə displeydə ekran gəlsin. LED plazmaları filan bu şeyi nəzərdə tutur. Burada da onu nədir? kısa bir açar şey kimi yaza bilərik. Və Piksel, display ekranın növüdür. Onu açar necə yadda saxlayırız? Məsələn, display deyəndə mən yox, pikseli deyirdim. Amma piksel. danışa biləcəm də, Yəni hə. piksel ümumiyyətlə monitordan başqa heç bir yerdə piksel olmur. Bəli, Ekrandan başqa heç bir yerdə piksel olmur. Bunu bilirik. Bit, yaxşı. byte ölçü vahidlərini görürük. Məsələn, vektor, raster, qrafiklər. Bunu qrafik şeydə dərsdə keçəcəyik. Amma Hmm. piksel monitordan başqa heç yerdə ola bilməz. Yəni mən biləndə display deyəndə hamının gözünün qabağına ekran gəlir. Sizə niyə gəlmir bilmirəm. Bana gəlmədi. 17-dən 8-ə baxın. Bunu demişdik. Birinci səviyyə olanda harda olur, 2 olanda harda olur? Kəşfiyyatdaşı soruşur. Keşfiyatdaş, ikinci səviyyə keşfiyatdaş harda? Hə, birinci səviyyədə olanda mikroprosesor daxildə, Y-də, Aha. ikincidə olanda isə bir dəqiqə nə ilə RAM-ın arasında da Bəli, arasında. bəli, Ne var yani? 19'a bakın. bəli. Mikroprosesorun əsas parametrləri hansılardır? Parametrləri tak tezliyi, düz dedim, Aha. Bəli. proqramlar, əmrlər toplusu, yox, bir dəqiqə, tak tezliyi. Proqramların siyahısının mikroprosesorun aidiyyatı yoxdur. Proqram siyahısının Əmrlər də düzdür heç bir də, şey əmrlər yoxdur. Biri toplusu. silərsiniz, biri gedər. Bəli. Geriyə nə qalır? Əmrlər toplusu ümumi əmrləri götürürsünüz və mərtəbəlik bitlərin sayı. Hə, Cavab bir C variantı. bəli. O mərtəbəliyi bilmirdim. Bu bilirəm. Mərtəbəlik bitlərin sayıdır, oradakı bitlərin sayı. O da bəli, prosesorun bir dənə parametridir. Onu atmışdım sizə slaydı, onun içində var idi. Hı.
Slaydı oxuyuram, oxuyuram. Baxmır, gözlərim də qaralır. 20-yə Texniki, baxın. texniki təminatın əsası nə təşkil edir? Texniki nədir? Aparatlardır. Aparatlar nələrdir? Qurğular. Üsü. De. Hmm. 21-ə baxın. Üçüncü nəsil kompüterin əsas element bazası aşağıdakılardan hansıdır? Üçüncü nəsil kompüterlərin bu bir dəqiqə deyil, integral sxemlər. Bəli. C. Bu nəsil 22-də. ilə elə xoşum gəlir, onlar rahat gəlir mənə. Bəli. Klaviaturanın hansı Bir də düyməsi 22-dən əvvəl nəsil demişkən bunu da deyək. Funksiyaların verdiyi yerinə yetirilənləri. Birinci nəsildə nə idi? birincidə barmaq idi, düzdür? Barmaq Yox, nədir? yox, yox, Barmaq nə əlaqə? Barmaq nədir? yox, şey deyilmi? Mən şotka ilə barmaq idi. Yox, nəsilləri soruşuram. Birdən idi ki, Nəsil. yalnız riyazi hesablamalar. Hə, birinci nəsil riyazidir, ikincidə mətn tipli, Aha. düzdür? Alqoritm yarandı mətn. Alqoritm, bəli. Dördüncüdə böyük, kiçik integral sxemlər. Yox, böyük yox, böyük, çox böyük integral Aha. sxemlər. Hə, üçüncü qalanlarda üçə aiddir də. Aha. Ümumiyyətlə dördüncü əsr funksiyası deyiriksə əgər, bax deyirik Hə, birinci yalnız riyazi hesablama, 2 alqoritmik dil yarandı. Buna görə kompüter mətn emal edə bilir. 4 fərdi kompüter yarandı, kütləvi bəli. istehsal olundu, bir də mikroprosesor kəşf olundu. Qalan Mikroprosesor. nə deyirsə desin hamısı 3 aiddir. Aha, üç aiddir. Mhm. Okay. 22-ni deyin. Barmaq nə əlaqə bilmirəm, anı çıxdı. Riskə qəribə cavablar versən İllərə. Siz nəyə deyirdiniz ki, o vaxt dövrdə qaldı da fikrim ki, deyirdilər ki, biz barmaqlardan istifadə hesablamalar Hə, barmaqlarla elə olur. bir şey demişdim. Demişdim ki, Hə, ilk hesablama vasitəsi desə barmaqdır, qurğu desə şotkadır, abak. hə, o yadımda. 22. Klaviatura hansı düyməsi vasitəsilə kursoru nə sətin sonuna aparmaq Son nə deməkdir ingiliscə? sondur da end. Ha. Mhm. İntelekt nə Inkjet. Inkjet. İnkişit hansı qurğunun prosesi? Bunu İnkişit. slaydın içində oxumamısansa 2 cümlə yaz, bunu bir cümlə yaz. Printer Oxum yaz. vallahi bu gözüm qaralıb. Necə Printer yazım? yaz. Çünki printer haqqında ancaq bu iki sualı soruşurlar. Printer yaz, qarşısına yaz inkjet, bir də yaz dot matrix. Printer, Bir də dot ink, matrix. inkjet. Aha, bir inkjet var, bir də dot matrix var. Printerin qarşısından bu iki dənə söz yaz, çünki ancaq bunu soruşurlar. Bu hansı inkjet hansı qurğunun xüsusiyyətidir? Bilir ki, printerin. Dot matrix hansı qurğunun xüsusiyyətidir? Printer. Ancaq bu iki söz soruşurlar. Hı hı. Inkjet dedirsə burada nə olacaq? Printer. Dot matrix sualda gələcək. Bu ya bu sınağın ya da o bir sınağın içində var idi. Printer attı. Hı hı. İndi burada olacaq printer. 24-ə bax. Bəli. Mikrofon hansı çıxış qurğusudur? Mikrofon girişli, klaviaturayı, skaner, skaner. Yox, Çıxış yox. qurğusudur. Çıxış eləyir artıq. Bilirdi. Hadi printer üzrsən. Hı. Düz demədim. Çıxış qurğusu bəli, printer çap edir. Hələ çatdı. Hı hı. 25. Daxili yaddaşa aid olmayanı seçin. Daxili yaddaşa aid olmasın. Əməli yaddaş, daimi yaddaş, bunlar daxili yaddaşa aiddir, düzdür? Əməli yaddaş. Sənə deyir ki, daxil olmasın. Əməli, daimi, registr, Keç cache, bunlar bunlar. daxilidir. Evet, Sizdə bu haçdır. olanlar xaricidir. Bəli. D, C. 26-ya bax. İnformasiya harda emal olunur? Ee, informasiya Y variantıdır. Sizə səsini cəmləyəndə mən qorxuram. Ya buradan baxıram, hansı variant bir də zoomda olur arada. Emal olunur sözünü görəndə nə götürürük? Prosesor aid deyil. Aha. Emal sözü bax bir dənə bir şey yadda saxla ki, həmişə icra edir deyəndə əməliyyat daşdır. Bu bunun açar sözüdür. İcra edir deyəndə əməliyyat daş, emal olunur deyəndə prosesor. Hadi, mən düz dedim. Bunda Y variantıdır, düzdür? Mhm. Hə, düzdür. 27-dir.
Bir dənə onda yazım açar iki sözə. İcra edir deyəndə əməli yaddaş, İcra emal edir deyəndə prosesor. əməli yaddaş. İcra emal edir deyəndə prosesor emal edir. Prosesor. Prosesor. Aha. Bəli. 24, Aha, bax. 27-yə baxaq. Birbaşa müraciətli xarici yaddaş qurğularına aid. Bunu Birbaşa yox, 27-yə bax, 28-ə baxsan sən. Ha, sistem platası üzərində, yəni ana plata üzərində yerləşir. CPU Ana plata üzərində yerləşir. Deyirik ki, içində D olanları silərik. A variantı adı getdi. Disklər gedir çünki. Flash kart xaricidir, bu da getdi. B də CD getdi. disk xaricidir, bu da getdi. Onda qaldı DVD xaricidir, bu da getdi. Geriyə Y. nə qaldı? Y. Bir dənə o D-yə aid olan bir dənə cümlə mənə yenə deyəndə açar söz. İçərisində Ümumiyyətcə e, belə bir şey yaza bilərsiniz ki, ana plata üzərində xarici yaddaşlar yerləşə bilmir. Ana platada xarici yaddaş yerləşmir. Bir də yaza bilərsiniz ki, içində D olanların hamısı xarici yaddaşdır. ana plata üzərində Xarici e, yaddaş qrupusu olmur. Ancaq daxili qruplardır. D-li yaddaş qurğusu olmur. Ancaq daxili yaddaş. Daxilidir. Daşlar İçində D içərisində olanların hamısı xarici yaddaşdır. bu olan hamısı xarici yaddaşdır. Bəli. İndi bax bir dənə şey var, yaddaşın müraciəti. Yaddaş həm ardıcılı ünvanlana bilər, bir də birbaşa müraciətdir. Burada səndən birbaşanı soruşur. Birbaşanı yaz. Üç dənədir. Birbaşa müraciətdir. Maqnit disk, Birbaşa müraciət. aha, birbaşa müraciətdə xarici yaddaş qurğusunu soruşur səndən. Üç dənədir. Maqnit disk, flash kart, bir də elastik disk. Yaşmak. İndi burada hansı olacaq? Maqnit. Bir də maqnit. Flash A variantı. Bəli, çünki B olmadı, çünki burada Bəli. artıq lent filan da verir. Bu üçü olandan götürməliyik. Maqnit disk və flash kart. Hı -hı. 29. Aşağıdakı ifadələrdən hansı doğrudur? Hansı doğrudur? Audio plata daxili yaddaşa Yəni variantların qrupa hamısına baxma. Bir dənə E variantına bax. Gör düzdür, səhvdir. hansı doğru? Matris printerlərdə iş prinsipli iynə lentlərin döyəcəm. Matrisi bir dəqiqə baxım. İndi onu əzbərləməmişəm, əzbərləyəcəm. Matris sağ yazmışdım. Bir dəqiqə iynəli. İynəlidir də bu düzdür. Böl. Şurada. Gördüm. Hı -hı. 30'a bax. Aşağıdakı mülahizələrdən hansılar doğrudur? Kompakt disklər kompüter xarici yaddaşına daxildir. Mouse, klaviatura, plot TV'lərin daxil edilmə qurğusudur. Doğrudur. Sərt disk optik diskdir. Bu düzdür. 3. Slotlar ana plata üzərində yerləşmir. Monitor, sensorlu ekran və printer çıxış qurğusu monitor. Bu da səhvdir. 3. Səhvdir deyil. Kompakt Yalnız disklər. B variantı. Bəli. Bax. Kompakt disklər kompüterin xarici yaddaşına. Kompakt disklər hansı doğrudur? Kompakt disklər kompüterin xarici yaddaşına daxildir. Bir niyə səhvdir ki? Diskdir də. Disk də xarici yaddaş deyil. Ha, düzdür. Ha, bir Ha, düz. Biri ha. götürdük. Mouse, klaviatura, plotter daxil edilmə qurğusudur. Mouse, Bu səhv. klaviatura hə, amma plotter xaric etmədi. İki səhvdir.
Blokör, bəli. Aha, məsələn, sərt diskin optik olub-olmadığını bilmirsənsə, hələ bir dayanırsan burada. Sonra digər variantlara bax. 2 olanları silməlisən. D variantı getdi. Biri götürmüşük, bir olmayanları da çıx. B variantı getdi. Qalır 3 dənə variantımız. Slotlar ana plat üzərində yerləşmir. Xeyr, dedik slotlar, portlar ana plat üzərində yerləşir. O siyahıda var idi. 4 Hmm. səhvdir. 4 səhvdirsə A da gedir, E də gedir. Geriyə nə qalır? A, yalnız bir. Burada da Hmm. sən 5 də niyə səhvdir? Monitor, sensorlu ekran və printer çıxış qurğusudur. Sensorlu ekran artıq həm barmaqla daxil edə bilirsən, həm xaric edə bilirsən. Bu həm daxil etmə, xaric etmədir. Yalnız çıxış deyil. Ona görə Hmm. 5 buna görə səhv olur. Hı hı. Burada da optik disk, sərt disk adlanmır. Bunu onsuz da bilirik. Sadəcə deyirəm ki, onu qayda olaraq əzbərləyəməsən də variantlarla gedə bilirsən. Bəli. 31-ə bax. Hansılar doğrudur? Prosesor fərdi kompüterin daxili qurğusudur. Fərdi kompüterdə düzdür də, düz deyil. Mikroprosesor fərdi kompüterin daxili qurğusudur. Bəli, daxildə yerləşən bir qurğudur. Biri götürərsən. Monitor fərdi kompüterin bütün qurğuların işinə nəzarət edir. Monitor Monitor sadəcə çıxış qurğusudur. İçəridə olanları sənə göstərir. Heç nəyə nəzarət eləmir. biosisteminin bu heç. İki olanları Bioçə sil sırası. yalnız B-lə Biosistemin cari sazlanmasını və yüklənmə. Sazlama, yüklənmə, yoxlama deməkdir. BIOS yoxlayır, sonra yükləyir. düzdür bu. Hı Bir -hı. üç. Aha. Operativ yaddaş daimi yaddaş deyil. Yox, daimi yaddaşdır. Yox, Daimi əməli yaddaş deyil, əməli yaddaş. RAM-da. Aha, düz yerdə, yəni daimi yaddaş Düzdür deyil. də, bu düz. Bəli. Ha, 1 4 1, 3, 4. 4 bəli. B. Klaviaturada xaric etmə yox, daxil etmə qurğusudur. 5 də buna görə səhv Bəli. olmuşdur. Hı -hı. Hı -hı. 32-ni də görüm. Qurğuların işini idarə edən elektron sxem necə adlanır? Qurğuların işini idarə edən bu Belə driver olaraq yox, belə düşün. Yox, burada bir şey var indi. Bax, mən bir şeyi idarə eləmək istəyirəm. Onu nə edirəm? Kontrol altında saxlayıram da, düzdürmü? Bunu buradan da açar altında saxlaya bilərsən. Bir də ən əsası bunu yadında saxla. Qurğuların işini idarə edən sxem desə, qurğu desə, vasitə desə cavab kontrollerdir. onda İdarə mən edən qurğu, sxem, vasitə. Bu üç sözü versə cavab kontrollerdir. Yox, proqram desə, proqram driverdir. Proqram desə cavab driver götürəcəkdir. driver. Ha, tamam. Onda mən onlara yaza bilərəm. Bunlar olsa rekordu da atacağım. İstəsən oradan daha sonra baxıb Hə, yaza yaxşı bilərsən. baxdınız. Okay. Aha. Uyğun 33. gəlməyiniz, uyğun gəlməyiniz sərt disk, monitor diski, sərt disk, monitor disket, maqnit monitor. Aha, çünki hamısı xarici yaddaş qurğusudur. Monitor əsas qurğulardan biridir. Yaddaş qurğusu deyil. 34. Məlumatı maqnit lent üzərində saxlayan Maqnitlik nə xarici idi? registr. Maqnitlik nə? Rüksü Yox, mü? yox, streamerdə. Aha, streamer. Düzdür. Hə, Biliyorsun ki, ben streamer. yaddaş qurğusu, Hə, streamer. bəli. 35'te. Hansı variant doğrudur? Kompüterin yaddaşı iki hissədən ibarətdir. Belki düzdür bu. Stream. Yaddaş değildi o, qurğular idi. Yaddaş iki hissədən ibarətdir. Daxili, Daxili xarici. xarici. Streamer, əməli yaddaş və Winchester xarici yaddaş qurğusudur. Əməli Bu yaddaş da xarici deyil, daxilidir. səhvdir, bəli. Neyman arxda kompüterdə 4 hissədən ibarət, bu da səhvdir. Neymana görə kompüter iki hissədən 3 ibarətdir. hissədən ibarətdir. Printer, plotter, kamera çıxış qurğularıdır. Plotter, bəli, düzdür. Kamera Yox, çıxış yox, qurğusu deyil. daxil eləyir, düzdür, düzdür. Ay, daxil yaddaş, əsas yaddaş, bəli. Hı -hı. Bəli. 36. Hə, uyğunluğu müəyyən edək. Və birinciyə Uyğunluğu. bax, SSD nədir? İçində D olanlar xarici yaddaş Xarici qurğusudur. yaddaş qurğusu, bəli. Yaddaşda nə edirik? Saxlayırıq. Bunu yazdıq. 3-ə. Aha. Sonra plotter. Plotter nədir? Çıxış Böyük qurğusu. çıxışdır da, bəli. Yəni xaric etmə. Yazdıq Çıxır. B-yə. Ümumiyyətlə bax 3-ü A-nı yazandan sonra bir dənə variant qaldı onsuz da geriyə C variantı. 3-ə A, bəli, qalanların hamısı Hı. deyil, deyil. Yəni də yazsam bax plotter yazdıq. Səs kolonkaları səsi çıxış elətdirir. Yəni xaric Hı. etmədir. Mikrofon daxil edir. D variantı. Streamer-də maqnit lentdir. Xarici yaddaş qurğusudur. Yəni burada da saxlanılır. Baxırsan ki, digərlərdə düppələndə uyğun gəlir. Bəli. 37-yə bax.
Bu skanerlə işləmək faks aparatı ilə işləməyə bənzəyir. Dartıcı İlkin deyirsə, əgər söhbət skanerin növlərindən gedir, əgər dartıcı deyirsə sənə, açar sözün dartıcı sonunda sheet fitdir. şifrlik, dartıcı şifrlikləri yazın. Dartıcı Özə düşmə ehtimalı olan bir sualdır. Belə bir qəribə sual salarlar. sualı da başa düşmədim nə deyir. Bu skaner işləmək faks aparatı ilə işləməyə bənzəyir. Skaner İlkin deyir ki, vərəqi dartır, mexanizmanın içinə dartır. Söhbət hansı skanerdən gedir? Sheet fitdir. Mhm. 38-ə bax. Bunu müəyyən et. Bu müəyyən edək. Lampadan Lampa, ibarətdə lampa birinci hardaydı? lampa birinci nəsildə. Aha, buna yazdıq A-nı. A Sonra variantı bəli. Fortran istifadə olunmağa başlanıldı. Fortran Fortran nə? birinci nəsildə olan bir şeydir. Fortranın axırda nə olduğunu izah eləyəcəm sənə. Sən digərlərinə bax hələ. Variantını tutmağa çalış. Belə əslər təşkil olunurdu. Ekran kütləsi istehsalı fərdi kompüterlərin kütləvi istehsalı 4-dür. Bir dəqiqə 4. Bura 4 yazaq. Hansı üçü? Əməliyyat Yox, sistemlərini təşkil 1. et. Əməliyyat sistemi harda təşkil olunub? Əməliyyat sistemi 2-də. 3-də. Dedik ki, bax, Yox, 1, 2, 3, 4. Birinci nəslə A-nı yazdıq. Dedim axı. mət düzdür, Bax, düzdür. dedi ki, riyazi hesablama 1, mətn emalı 2, fərdi kompüter mikroprosesor 4, qalanları 3. Əməliyyat 3. sistemi hara oldu? 3-ə. C variantı 3. yazdın. A getdi, C getdi. Fərdi kompüterlərin kütləvi istehsalı. Harda kütləvi istehsal olunur? 4-də 4-də. 4-də. 4-də yazdım, deyin. Maqnit Hı-hı. lentli yaddaş. Maqnit lent hardaydı? 3 4-də. 4 deyil. Maqnit lent. Maqnit lent 2-də idi. Birinci nəsil perfokart, ikinci nəsil maqnit lent, üçüncü nəsil Maqnitlik. maqnit disk, 4-də optik disk. Maqnit lent harda oldu? 2-də. 2-də. Elastik disklərdən ilk dəfə istifadə. Elastik disklər harda istifadə olunub? 4-cü nəsildə. Hmm. Bu sualda səfərimizə cavabda səhvlik var idi. Yarım keçiricilər üzərində qurulub. Yarım keçirici diod tranzistor hardaydı? İkincidə idi. 2. Hı hı. İkiyə yazdıq. C-ni. Yəni baxın, 2-yə EG deyə bir cavab var. Bircə saniyə. Bax burada məsələn B variantı, A variantı səhvdir. BS ola bilməz. 2-yə EG yazmışıq çünki. Burada EG var, yanına A da yazıb. Xeyr, lampa birinci nəsildə idi. Bu da səhvdir. Burada E yoxdur. Burada sualda səhvlik var idi deyəsən. Baxın. CF. Yox, yox. Bax, burada da sona DF yazmışıq. DF olan variant yoxdur. Deyirəm də keçən dəfə qızlarla danışırdım. Bu sualda səhvlik var idi. Bu sualın əsas düzgün cavabı budur. Bax bu formada. Fortran nədir? Fortran da birinə aid eləyək. Tam sualı yekunlaşdırmış olaq. Bilmirəm toplanır. Fortran riyazi hesablamalar üçün istifadə olunan bir maşındır. Riyazi hesablamalar harda yerinə yetirirdik? İkincidə. Yalnız riyazi hesablamalar harda yerinə yetirirdik? Yalnız riyazi hesablamalar Birdə. 1-də. Bəli, mətn. Hı. Bunun yazılış forması bu formada olur. 1 AB, 2 EG, 3 C, 4 də DF. Hı -hı. Yalnız 9'a riyazi. bax. Yalnız riyazi birdədir. Bəli. Fortranda riyazi hesablamaları yerinə yetirən quruludur da. Hı. 39'a bax. Aşağıdakı hansı yanlışdır? Analiz üzərində prosesor əməliyyata daim yaddaş yerləşir. Daxili yaddaş qurğularına RAM, ROM və keş yaddaş aiddir. BIOS operativ yaddaşda Daimidə yerləşir. yerləşir, əməlidə yerləşmir. BIOS səhvdir də. BIOS operativdə yerləşməz, daimidə yerləşir. Daimidə. 40'a da Bəli. bax. Doğru variantı seçin. Kontrol və xarici qurğuların işini idarə edən proqramdır. Proqram deyil, kontroller dedi ki, qurğudur. Proqram desə driver olardı. A variantı səhvdir. Səhvdir. Kuma Komos vaxt zaman parolu tənzimləyir, amma nə isə yükləmir. Ona görə B variantı da səhvdir. Aha, burası kompüterin ilkin yükləməsini tənzimləyə biz. Hə, biz. Sensor ekran monitor tapacaq giriş qurğularıdır. Monitor xaric etmədir.
Flash kart işləmə prinsipinə görə birbaşa müraciəti xarici yaddaş qovlusudur. Yox dedi, flash kart nə idi?